Yoldaş əsgərlər, oxuduğunuz məktublarla bağlı kimisə ürək sözləri varsa, buyura bilər. Mən Əsgər Kərimov, Nizami rayonu 229 nömrəli tam orta məktəbin kollektivinə və şagirdlərinə öz təşəkkürümü bildirirəm. Onların yazdıqları bu məktub bizdə çox böyük qürur hissi yaratdı. Orduya göstərdikləri diqqət və qayğı bizə böyük ruh hissi verdi. Həmçinin onları qabaqda gələn 8 noyabr Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Vətənin yolunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Çox sağ olun. Başqa söz demək istəyən var? Mən Əsgər Fətulayev Müşfiqoğlu qəsəbəsinin 274 nömrəli tam orta məktəbinin kollektivi və direktoru başda olmaqla bütün heyətinə təşəkkürlərimi bildirirəm. Biz bu məktubları oxuduqda gözəl qürur hissi ilə bizə qürur hissi verdi. Biz bütün məktəbimizə təşəkkürlərimizi bildiririk. 8 noyabr Zəfər günü münasibəti ilə də bütün ölkəmizi təbrik edirik. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə isə Allah can sağlığı versin. Çox sağ olun yoldaş əsgərlər. Hamımızın məlumudur ki, bizə 229 nömrəli məktəbdən, bir də 274 nömrəli məktəbdən bizim hərbisiyə əsgərə məktub ünvanlanıb və biz də özümüzə borc bilərək bu məktubları gətirdik, əsgərlərə təqdim elədik ki, onlar da bu məktubları oxusunlar və şagirdlərimizə olan ürək sözlərini biz də oxuyaq və qürurlanaq. Allah onlardan razı olsun, çox sağ olsun bütün məktəbin kollektivi və şagirdləri. Sağ olun.